Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Ali məqamlı rəhbər Trumpın və Amerikanın ağzının üzərindən son zərbəni vurdu. Keçən proqramda yadınıza gəlirsə, rəhbərin çıxışını təhlil edəndə qeyd etdik ki, və ondan sonraki dünənki proqramımızda təkid etdik ki, Trumpın bu dəccalizm dövründə tez-tez son dövrlərdə buraxdığı xəbərlərdən biri bu idi qərb medialarının da dünyada ki, ali məqamlı rəhbərə güya məktub göndərib müzakirə üçün filan. Dedik orada hansı tülkülüyü eləmək istəyir. Ali məqamlı rəhbər bugün qeyd etdiyimiz sözün təsdiqini açıq-aşkar çıxışı ilə buyurdu. İndi isə gəlin dinləyək. اینی که رئیس جمهور آمریکا میگه ما آماده هستیم با ایران مذاکره کنیم و دعوت به مذاکره و ادعا میکنه که نامه ای فرستاده که البته به ما نرسیده، به من یعنی نرسیده. Bu birinci şilləsi ki, Amerikanın prezidenti iddia edir ki, mənə məktub göndərib. Bu məktub bizə və xüsusilə mənə çatmayıb. Gördüyünüz kimi orada universitet tələbələri ilə görüşürdü. Tələbələr də gülürlər. Mənə çatmayıb. Yəni Trump keçən prezidentlik dövründə, yadınıza gəlir, biz onu yerləşdirmişdik videosunda səhv eləmirəmsə, namə göndərmişdi müxtəlif yollarla, rəhbər qəbul etməmişdi və sonda Yaponiyanın baş nazirini göndərmişdi və orada olanları da bilirsiniz. Rəhbər Trumpın ağzının payını gözəl verdi və orada buyurmuşdu ki, layiq bilmirəm ki, o adama mən cavab verəm və gördüyünüz o kadrlarda da Yaponiyanın baş naziri o məktubu altına qoyub üstündə oturdu. İndi isə rəhbər mərhələ-mərhələ Amerikanın, biz deyirdik ya, Amerika müxtəlif sahələrdə siyasi, hərbi və məxsusən iqtisadi sahədə sürətlə çöküşə doğru gedir. Və bugün Telegram kanalımızda da yerləşdirdik. Amerikalı qərbli ekspertlərdən biri də bunu təsdiq etdi ki, sürətlə çöküşə doğru gedirik. 37-38 trilyon dollar borcu var və kapital yatırımları və bankların, yüzlərlə bankın sürətlə bankrot olmasından danışdı ki, biz bu barədə də sizə məlumat vermişdik. Bu sektorlardakı çöküşdən əlavə İslam Respublikası müqavimət mərkəzliyi olaraq böyük şeytanı siyasi arenadan əlavə dünyada artıq psixoloji baxımdan da, prestij baxımından da çöküşə uğratması deməkdir. Yəni, keçən Trumpın dövründə əgər rəhbər məktubu məcbur elədi ki, Yaponiyanın baş naziri öz altına qoysun, bu dəfə heç məktub deyir, mənə gəlib çatmadı. Bu böyük bir psixoloji oyundur. این به نظر من این فریب افکار عمومی دنیاست. این معناش این است که ما اهل مذاکره میخوایم مذاکره کنیم، صلح کنیم، دعوا نباشه. ایران حاضر به مذاکره نیست. خب ایران چرا حاضر به مذاکره نیست؟ به خودتون برگردید. ما نشستیم چند سال مذاکره کردیم. همین شخص مذاکره تمام شده، کامل شده، امضا شده رو از میز بیرون انداخت، پاره کرد. با این آدم چجور میشه مذاکره کرد؟ Çıxışın əvvəlində qeyd etdiyimiz məsələ ki, dedik, keçən proqramlarda biz qeyd etdik ki, Trump niyə görə rəhbərə məktub göndərilmə xəbərini qərb mediaları, siyonistdə işləyən mediaların vasitəsilə dünyada çoxaldır. Bunun bir səbəbi də İranı şər göstərmə kampaniyasında daha da intensiv təbliğ aparılsın ki, bax görürsən, biz müzakirə eləmək istəyirik, sülh əhliyik, amma İran belə deyil. Dünənki proqramda da buna böyük işarə vurduq. İzləməmişsə izləyə bilərsiniz. Ali məqamlı rəhbər də bundan danışır. Deyir, bu yalandır. Dünyadakı fikirləri çaşdırmaq üçündür Trumpın administrasiyası və böyük şeytan və siyonist mediaların bu xəbərləri pompajlaması və sürətlə yayması. Dünya fikirlərini çaşdırmaq istəyirlər və demək istəyirlər ki, bax biz müzakirə əhliyik, biz istəyirik sülh olsun, amma İran sülhün olmasını istəmir.
Əlbəttə, həm bu mesajı dünyaya göndərmək istəyir, həm də İranın daxilində qalan köhnə reformistlər, islah tələbçilərdən bir neçə barmaq sayıla qalan qərbə meyilli və müzakirəyə meyilli şəxslərin də vasitəsilə istəyirdilər ki, İran daxilindəki ictimai rəy formalaşdırsınlar. Amma bu da olğumlarında qaldı, bu da boğazlarında qaldı. Elə rəhbər buna işarə vurur və davamında da daxildəki qalan bir neçə nəfərə işarə vuracaq. در جواب این حرف من عنصر داخلی مقاله نویس فلان روزنامه میگه خب آقا اعتماد دو نفری که با هم دیگه جنگ دارن میشینن برای صلح مذاکره میکنن اینا با هم اعتماد ندارن. نداشتن اعتماد مانع مذاکره نیست. این اشتباهه. همون دو نفری که برای صلح دارن مذاکره میکنن اگر همونا به هم به وفای به اون چی که قرار داد میشود اگر مطمئن نباشن مذاکره نمیکنن. چون میدونن کار بیهوده است، کار مهملی است. Daxildəki qərb meyillilərə bir mesaj buradan. Birinci mesaj budur. Rəhbər buyurur ki, mənim ona Trump'ın bu iddiasına cavabından sonra daxildə onun ünsürlərindən filan qəzet, filan adını çəkmir, köhnə islahatçıların qəzetlərindəndir ki, bəli, yazır ki, iki nəfərin bir-birinə müzakirədə etimad etməməsi tərəflərin müzakirənin olmasına mane ola bilməz ki, onlar istəyirlər ki, müzakirə olsun. Qərb meylilər istəyirdilər ki, müzakirə olsun. Ki, və hakimiyyətdən, Pezeşkiyan hakimiyyətindən də təmizləndiklərini yavaş-yavaş görürlər və Pezeşkiyanın da rəhbərin son təhlil etdiyimiz məsullarla, İslam Respublikasının məsullarıyla görüşündə birbaşa rəhbərin ağzından bir daha danışması onları getdikcə namid etdiyinə görə və onların pulu da iqtisadi baxımdan bu müzakirələrdən qidalandıqlarına görə bunu iddia edirlər. Ki, hər nə yolla olsun təsdiq etsinlər ki, müzakirə edin. Rəhbər ona işarə vurur ki, filan qəzetin redaktoru belə deyir. Yəni, bu islah tələbçi, reformist ki, sayıları getdikcə azalır. در مذاکره باید انسان مطمئن باشه طرف مقابل به اونچه که متعهد شد عمل خواهد کرد. Bəli, rəhbər buyurur ki, o qəzet redaktorunun dediyi ki, iki tərəf bir-birinə etimad etməsə də bu mane ola bilməz ki, qoy müzakirə etsinlər. Deyir, xeyr, bu yalan sözdür, bu doğru söz deyil. Tamamilə yalandır. Ola bilməz ki, bir tərəf qarşı tərəfin vəfasızlığını bilirsə, bilir ki, bu 100% vəfasızdır. Ki, çıxışın əvvəlində də rəhbər buyurdu ki, indi həmin Trump idi ki, ilk dövrəsində müzakirə sona çatmışdı və götürüb o qərardadı, cırdı, atdı kənara. Bu vəfasızdır, rəhbər buyurur, bu qəzetin redaktorunun dediyi boş sözdür. Mümkün deyil ki, mən qarşı tərəflə müzakirə edirəm, o müzakirə etdiyim tərəfə heç bir etimadım yoxdur. Bundan necə gedim müzakirə edim? Hansı ağıllı, heç bir ya ticari əlaqə, heç bir qarşılıqlı qərardad bağlanılacaqsa, burada gərək ən azından biraz da olsa tərəflər bir-birinə etimad etsin. Müzakirəyə ön şərt qoyur. Getdikcə indi rəhbər irəlidə buyuracaq. Təvəqqüsünü, gözləntisini yuxarı aparır. İstəyir ki, İranı tərki silah eləsin. İranın qüdrət faktorlarını əlindən alsın. بعضیا در داخل همون مسئله مذاکره رو هی تشدید میکنن. آقا چرا جواب نمیدید؟ چرا مذاکره نمیکنید؟ چرا نمیشینید با آمریکا باشیم؟ من میخوام عرض بکنم اگر هدف از مذاکره رفع تحریم مذاکره با این دولت آمریکا رفع تحریم نخواهد کرد. یعنی تحریم ها رو بر نمیدن. گره تحریم ها رو کورتر خواهد کرد. Daxildəki olan bir neçə nəfər qalan ünsürə ikinci zərbə. Ki, bəziləri təzyiq gətirirlər ki, bəli, niyə müzakirə olunmur? Niyə gedib müzakirə etmirik? Problemləri həll edək filan. Ali məqamlı rəhbər buyurur ki, xeyr. Əgər məxsusən bu dövlətdirsə, Amerikanın bu dövlətidirsə, məsələn, Trump administrasiyasıdırsa,
həmin o evangelizmdən qidalanan böyük şeytan sisteminin Trump üzüdürsə, bununla müzakirə etməyin heç bir mənası yoxdur. Əksinə müzakirə olunsa, düyünlər daha da mürəkkəbləşəcək. Çünki müzakirədən məqsəd nədir? Rəhbər buyurur, müzakirədən məqsəd əgər sanksiyaların qaldırılmasıdırsa, düyünlər daha da artacaq. Çünki qarşı tərəfin hədəfi budur. Əvvəldən şərt qoyur. Nüvə enerjisini zənginləşdirmə, raket gücünü azalt və s. Ki, söz vermişik, nüvə enerjisi və raket gücündən danışacağıq. Və ümumilikdə, əzizlər, ali məqamlı rəhbər son bir neçə çıxışında buna toxundu. Amerikanın, böyük şeytanın və indiki administrasiya Trump'ın ağzının üstündən şilləni vurdu. Bu, demək olar son şillə idi və bu, dünənki çıxışımızla bu sözləri üst-üstə qoyun. Dünən nə dedik? Gözləyin, yaxında hadisələr baş verəcək. Yəmən də artıq başlayıb, gəmi ovuna başlayıb bugündən və inşallah Siyonist rejimə daxildən, işğal olmuş torpaqların daxilindən şəxsən mən özüm zərbələr gözləyirəm ki, ehtimal var ki, Hizbullah da işə girsin və Sadiq Vəd 3 və ya Tufanul Əqsa 2-nin şumlama prosesinin zəminələri yaransın. Bu isə həqiqətən də qiyam və zuhur hadisələrinin müqəddiməsidir. Müstəmləkəçilik siyasəti yürüdən düşmən son namərdliklərini etməlidir. Ona görə də mənim bir tərəfdən də gözüm Suriya hadisələri ilə yanaşı İordaniya və Misr və bir tərəfdən də Türkiyə hakimiyyətinin tamam açıq-aşkar özünü nabudluğa, bunlar üçün kuklalıq edərək sürükləməsidir. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.